Hörmətli izləyicilərimiz, bugünləri biz Nuxa restoranındayıq. Nuxa yəni qədim şəkinin adıdır. Restoranımız qədim şəki üslubunda dizayn olunur. Dizaynı çox xoşuma gəlir. Akustikası. Hətta bura deyərəm ki, bura şəhərin mərkəzində yerləşir. Gördüyünüz bu əşyalar hamısı qədim Azərbaycan deməli mədəniyyətinə aid olan əşyalardır. Dolçadır, qablardır, lampalardır, hətta ornamentləri görə bilərsiniz. Qədim Azərbaycan musiqi alətləridir və birazdan mən sizə burada turist məkanı olduğunu da göstərəcəm. Qarşımızda olan masalarda turistlər əyləşirlər, turist məkanıdır. Çünki buranın yeməkləri çox xoşuma gəldi əsasən, çox dadlıdır. Ən əsasındakı çox təzə yeməklərdir. Hamısı təbii məhsullardandır. Ən çox xoşladığımız akustikasıdır və bir də nə xoşuma gəldi? Şəkil şirniyyatlarından olan badam şirniyyatının içindədir. O çox dadlı idi. Ümumiyyətlə buranın deməli heyəti də çox mehriban idi. İkinci mərtəbəsi də var. İkinci mərtəbəsi də qalxa bilərsiniz. Gördüyünüz kimi bütün buranın divarları, bütün dizaynları hamısı qədim üslubdadır. Məsləhət görürəm. Çünki biz 4 nəfərlik yemək şəklində cəmisi 45 manat ödədik. Amma çox çəkirdir. Burası çox qəşəngdir. Baxa bilərsiniz, qədim qız qalasıdır. Azərbaycanın qız qalasıdır. Qədim formasındadır. Gördüyünüz kimi Azərbaycanın qədim mədəniyyətində böyük samovarlardır. Və Bakı şəhərinin qədim deməli ki, pişələridir və bu bizim dolçamızdır. Vaxtında belə bir bizdə adət var idi ki, qadınlar, qızlar bulağa gedəndə özlərindən bunu dolçanı götürüb, su doldurub dolçadan təmiz su gətirmişlər və çiynəylə tutulmuşlar. Əsasən baxın, çox qəşəngdir, çox gözəldir və belə bir küpələrdir. Bu küpələrdə yemək və yaxud da yağ doldurub saxlayır. Çünki küpələrin soyuq saxlamaq yəni qabiliyyətinə maliklər. Onun üçün bu küpələrdən ən çox istifadə olunur.